Salam, kanalımızın değerli izləyiciləri. Yeni iliniz mübarək. Bugün sizlərə bürclərin günlük proqnozunu verəcəm. Qoç bürcü emosional olaraq güclüdür. Keçmişdə etdiklərinə dönüb baxmaq ehtiyacı yaranacaq. İşlə bağlı bir mövzu bugün tamamlanır. Riskli addım atma, qırılmış əlaqə yenidən gündəmə gələ bilər. Barışıq mümkündür, tələsmə. Bağla və burax. Buğa bürcü. Daxili sakitlik axtarışı var. Ev, ailə, köklər ön plana çıxır. Maddi mövzuda qərar vermə. Plan qur. Ailəvi söhbətlər, ciddi mövzular. Sabitlik səni qoruyur. Əkizlər bürcü. Danışıqlar, mesajlar, telefonlar çoxalır. Gözlənilməz xəbər gələ bilər. Keçmişdən mesaj alma ehtimalı yüksəkdir. Hər deyiləni ciddiyə alma. Xərçəng bürcü. Duyğular çox dərinləşir. Kövrəklik arta bilər. Maddi məsuliyyətlərə diqqət. Romantik amma həssas gündür. Özünü qoru. Şir bürcü. Gün sənin üçün önəmlidir. Özünlə üzləşmə günü. Gələcək planlar üçün güclü niyyət et. Ego savaşına girmə. Qürur deyil. Ürəyin danışsın. Qız bürcü. Daxili təmizlənmə, buraxma enerjisi var. Yarımçıq qalan işləri bitir. Duyğuları analiz etməyi burax. Hər şeyi nəzarətdə saxlamaq məcburiyyətində deyilsən. Tərəzi bürcü. Münasibətlərdə balans mövzusu güclənir. Ortaqlıq mövzuları gündəmdədir. Qərar vermək lazım ola bilər. Özünü unutma. Əqrəb bürcü. Dərin düşüncələr, içə dönüş var. Gizli qalan mövzu aydınlaşa bilər. Ehtiras yüksəkdir. Qısqanclıqdan qaç. Bağışlama azad edir. Oxatan bürcü. Ümid və yeni hədəflər canlanır. Yeni plan üçün ideal gündür. Açıq söhbətlər münasibəti gücləndirir. İnamını itirmə. Oğlaq bürcü. Sənin günündür. İlin hesabatı tamamlanır. Böyük məsuliyyətlər səni gözləyir. Amma güclüsən. Soyuq görünə bilərsən. Amma ürəyin doludur. Zəhmətin boşa getməyəcək. Dolça bürcü. Tək qalmaq və düşünmək istəyi arta bilər. Yaradıcı ideya gəlir. Azadlıq ehtiyacı artacaq. Öz yoluna güvən. Balıqlar bürcü. Ruhani baxımdan çox güclü gündür. Daxili hisslərin düzgün yol göstərir. Romantik, həssas enerjin olacaq. Qəlbini dinlə. Buraya qədər izlədinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sağ olun.